Hello. Herkese salam, kanalıma yine vloguма hoş geldiniz. Necəsiniz? İnşallah hər biriniz çox yaxşısınız. Uzun müddətdən sonra uzun müddətdən sonra qarşınızda bu kanalın sahibi mən Games. Ay səni Aysun Durazizlərim, bəli. Çox uzun müddət idi ki, həqiqətən də yox idim. Dedim, yox, artıq geri dönməliyəm. Geri dönmək zamanıdır. Və nə yaxşı ki, həqiqətən geri döndüm. Artıq 2 aydır ki, yox idim sizlərlə, birlikdə deyildik. Çox darıxırdım və yəni sıxıcı gəlirdi həyat, nədənsə bilmirəm. Öyrəşmişəm çünki artıq 1 ildən çoxdur sizinlə birlikdəyik. Bundan ola bilər əlbəttə. Eləməsi ki, bundandır. Və istədim belə açıqlama videosu olsun. Zaten bilməniz gerəkən çox şeylər var bu 2 ay ərzində, ona görə. Bu 2 ayda düz 2 dəfə 2 dənə vlog çəkdim. Yəni bir aydan bir. O da ki, belə nə bilim, belə çəkdim də, yəni. Əgər ata bilsəm onları paylaşacağım sizlər. Yəni paylaşa bilsəm, yəni paylaşılan vəziyyətdə olsa paylaşacağım onları sizlər üçün. Narahat olmayın. Çox maraqlı videolardır məncə. Baxacağım yenə də. Aha, belə. İncə siz nə edirsiniz? Bunu da yazın yorumlara. İndi deyəcəksiniz ki, yanındakı bəy kimdir? Təqdim edin. Bu Arazdır. Bəli. Bəli qızlar, haralardaydım, nə edirdim? Necəydim haqqında da indi sizə danışacağım. Evdəydim, bildiyiniz kimi kirayə qalıram artıq 2 aydır. Çünki artıq bir neçə müddət sonra yeni həyat tərzinə qədəm qoyacağam. Ailə quracağım. Bəli, bunu deyirəm və yanımdakı da Arazdır, 25 yaşı var. Xərçəng bürcüdür. Bəli. 15 iyul tarixində dünyaya gəlib. Bəli, çox gözəl vaxtda. Və birisi mən 3-cü qrupu bitirib Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər işində. Hazırda işi ilə məşğuldur əlbəttə. 2 ildir məşğuldur. Tanış elədim. Mən də belə zaten tanıyırsınız. Bəli. Salam, necəsiz? Mən Araz, zaten 25 yaşım var. Özümü, məni zaten Aysu çox gözəl şəkildə tanıtdı. Yəni indi isə əlavə artıq özüm danışmağı düşünmürəm. Məncə mənası var, ona görə də danışmıram. Bəli. Neysə. Məncə Aysu danışsın. Bəli qızlar, özümdə də biraz dəyişikliklər etdim. Çoxlarım uzandı. Çünki çox qəşəng uzanması üçün nə qədər baxım vasitələrindən istifadə edirdim. Belə bir video gələcək, narahat olmayın. Deməli, uzatdım və formasını dəyişdim. Yarısını da attım saçma və belə bir hal alındım. Nə bilim vallahi. Amma məncə qəşəng olub. Belə daha gözəldir. İprilərimlə laminasiya elədim. Sadəcə olaraq yəni belə bu 2 dəyişiklik var məndə. Sadəcə var. Bəli. Deməli, biz tanışlıq hekayəmizdən danışım indi sizə mən. Bəli, mən. Biz Arazdan bir tədbirdə tanış olduq. 24 may 2025-ci il tarixində. Bəli, bu arada bunu da deyim sizə bilin. Bəli. Və mikrofon səsi məncə qəşəng gəlir. Nəysə. Və bir də nə deyim? Haqqında. Tanış olduq. Birinci jest əlbəttə ki Araz etdim. Yəni dil tanışlıq falan belə. Və bu il artıq biz zaten danışırdıq, edirdik falan. Sadəcə çox tez olduğu üçün demədim. Deməli, 22 may tarixində. Bəli, və biz 20 may tarixində, mayın artıq 20-si, 20-si 18-i, 17-si axşamüstü. Araz mənə zəng elədi, dedi ki, bəs ayın 20-si sizə gəlirik Elçin. Dedim, vay, həqiqətən. Dedi ki, dedim, nə yaxşı. Tamam, nəysə belə danışdıq. Biz hazırlaşdıq bu 3 gün ərzində qəşəng. Dedi, zaten bir çox şey ehtiyac yoxdur. Dedim, amma yox, o nə deməkdir? Çünki Araz çox sadə insandır, ona görədir və qızlar, gəliblər mayın 20-si. Normalda mayın 20-si olmalı, mayın 20-si də oldu, 20 may tarixində. Belə. Və artıq bizim avqust ayında nişandım, mənim nişanım daha doğrusu belə deyim. Çox gözəl bir nişan gözləyir bizim, inşallah. Bunu da dedim sizə. Toy da inşallah düşünürük ki, noyabr, dekabrda falan qışda eləyək. Bilmirəm, hər an qərarımız dəyişə bilər. Çünki, necə deyim, elə biz
toyu dəqiq düşünməmişik. Bir də mən nişanlı danışmışıq. Toya Araz ilə fikirləşməlidir. Onlar da fikirləşirlər hər zaman. Yəni belə olur Aktaniyaya görə. Bəli qızlar. Aynı gözəl oldu, yarpaqlar töküldü. Hə. İndi belə, sonra danışma haqqında danışmalıyam ki. Bilmirəm. Qətlən də. Hə, bir də qızlar, haqqında danışım. Allah kim istəyirsə, arzusuna çatdırsın. Bütün qızları xoşbəxt etsin. Amin inşallah. Mən ailəmə çox təşəkkür edərəm. Mən də çox sağ olasın. Allah bütün qızlarımızı xoşbəxt etsin. Xanımları xoşbəxt etsin. İnşallah hər birinizin gələcək bəxti, indiki bəxti çox gözəl olsun. Amin inşallah deyirəm. Və gələcəkləri gözləyin deyirəm və bu vlogu, bu videonu sonlandırıram. Bir açıqlama geri dönüş videosu oldu, bəli. Sağ olun qızlar, özünüzə yaxşı baxın. Çox gözəl vlog videolar gələcək, bəli, narahat olmayın. Çox gözəl videolar sizləri gözləyir, onu deyə bilərəm həqiqətən də. Sağ olun, özünüzə yaxşı baxın. Sevin, sevilin, sevgi ilə qalın və xoşbəxt olun. Bye bye. Sağ olun qızlar.